Salam əziz değerli İranda yaşayan bütün Türk milleti. Xüsusən də Azərbaycanda yaşayan soydaşlarım. Azərbaycanda yaşayan hətta qeyri-Türk millət. Yani biz İranla Amerikanın savaşında heç kimdən ötürü savaşacaq deyilik. Nə Trump'ın vədələri üçün, nə İran rejimi üçün. Biz Azərbaycanımız üçün, İranda olan Türk bölgeleri üçün ve Türk milleti için savaşacağız. Ve etrafınızda yaşayan Türk bölgelerinde qeyri-Türk millətlər də nə qədər ki silahlanmayıb, nə qədər ki bizə qarşı bir hərəkətlər olmayıb, işiniz olmasın ve onlara da səslənirəm ki, sizi tek koruyabilecek güc Türklərdir İranda ve Türk bölgelerinde size hiçbir zərərlik çatmayacaq, nə qədər ki Türklere karşı bir çıxışınız olmayıb. Ve İranda yaşayan başka bölgelerde Fars, Kürt, Ərəb, Bəlus bölgelerinde yaşayan bütün Türklere, orduda olanlara, devlet organlarında olanlarına səslənirəm ki, toplaşın öz bölgelerinize, Azerbaycan'a, toplaşın Türklerin yaşadığı bölgelerde sadece Türkler için savaşın. Yani qeyri-Türk için, qeyri-Azərbaycan için savaşanlara biz hətta bile şəhid dəftərinə də adını yazmayacağıq. Sağ olun.